İnsan elə bir məqama çatmalıdır ki, Allahdan nə istəyirsə, Allah onu versin. Bütün duaları qəbul olunsun. Bəli, belə bir hal mümkündür və bu halın bir yolu var. Əgər sən bu fürsəti, bu ilahi neməti əldə etmək istəyirsənsə, gərək bir şeyi bacarasan, insanlardan ümidini tamamilə kəsməlisən. Heç kimin əlində olana göz dikməməlisən. Qəlbin tam şəkildə yalnız Allaha bağlı olmalıdır. Kiminsə sənə verəcəyinə, kiminsə sənə kömək edəcəyinə deyil, yalnız və yalnız Rəbbinə arxalanmalısan. O zaman dua qapıları açılar, rəhmət sel kimi yağar, arzular diləyin olmadan belə həyata keçər. Allah buyurur: Ya Peyğəmbər, məyər Allah öz bəndəsinə kifayət deyilmi? Onlar, müşriklər isə səni ondan qeyriləri, öz bütləri, tanrıları ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz.